Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Bir pasiyentim, bəy pasiyentim sual verir ki, mən nişanlıyam və xanımımın layiqli biri olduğunu necə bilə bilərəm? Ona sual verdim ki, siz çətinlik görmüsünüzmü heç? Dedi ki, yox. Dedim ki, o zaman bunu hələ tam olaraq bilmə şansınız yoxdur. Çətinlik deyəndə nəyi nəzərdə tuturam? Çox ağır konfliktləri, bir. İkincisi, üçüncü şəxslərin sizin münasibətə müdaxiləsi. Üçüncüsü, maddi çətinlik. Dördüncüsü, bəyin hansısa bir xəstəlikdən və yaxud da qəzadan sonra ağır vəziyyətə düşməsi. Ya tam müalicə olunur, ya heç olunmur, ya da yarımçıq müalicə olunur. Yəni, bir sözlə sağlamlıqla bağlı məsələlər. Yəni, bu durumda əgər xanım, yəni saydıqlarım durumlarda xanım sizinlədirsə, demək ki, nədir? Layiqli xanımdır. Yox, sizinlə deyilsə, artıq bu o deməkdir ki, seçdiyiniz adam doğru adam deyil. Yəni, onun artıq pis üzü ortaya çıxmağa başlayır. Belə xanımlar adətən bədxərc olurlar, komforta düşkün olurlar, heç bir zaman etdiyi səhvlərə görə üzr istəmirlər, öz sevgililərinin arxasınca işlər çevirirlər, hətta özlərində günah olmasa belə bütün münasibətin yükünü qarşı tərəfin üzərinə yükləyirlər, hər zaman malları və məlləri qarşı tərəfə dayadırlar, münasibətlərdə dominantlıq eləməyə çalışırlar, hər zaman ən çox alan tərəf onlardılar, ən az verən tərəf də onlardılar eyni zamanda. Siz, yəni bəyləri deyirəm, onun üçün, yəni bu tip xanımlar üçün birbaşa olaraq bir prioritet deyilsiniz. Sadəcə hədəflərinə çatmaq üçün bir vasitəsiniz. Yəni, çıxarıcı bir münasibətdir və təbii ki, ən qarışıq məsələlərdən də biri belə insanlar, narsistlərin, psixopatların, sosiopatların, bir sözlə negativ, manipulativ insanların təsiri altına tez düşüb sizə qarşı yönələ bilirlər. Və belə olanda ən kiçik çətinlik yanında artıq yoxa çıxırlar, onlardan xəbər almaq olmur, sizin onlara ən çox ehtiyacınız olduğu anlarda onlar artıq yoxdurlar qorizontda, görsənmirlər. Özlərinin problemi varsa, hə, o saat meydana çıxırlar. Amma əks halda yoxdurlar heç bir zaman. Bir də bu ayrılıq ərəfəsində bir də görsən ara bir qayıdırlar, statuslarınıza baxırlar, yəni like deyirlər, bəlkə bir kommentdən də yazırlar, arada bir salam da yazırlar, amma konkret məqsədləri bəlli deyil, nəyə görə bunu edir. Bəzən bəylər heyrət içərisində deyir, qayıtdı, mən blokdan çıxartdı, nə biləm, filan statusuma baxdı, like elədi. Burada məsələ bilsən nədir? Soruşmalısan ona ki, sənin bunu eləməkdən məqsədin nədir? Yəni, məqsəd aydın deyilsə, deməyibsə ki, hə, mən səni istəyirəm, səhvimi başa düşdüm, ona görə qayıdıram, mən səni sevdiyimi sənə demək üçün bu münasibətə qayıdıram. Bunu əgər deməyibsə, demək ki, nədir? Bunlar sadəcə testdir. Bu tip xanımlar kişiləri test eləməyi sevir ki, baxır, görür ki, onun vəziyyəti necədir. Yaxşıdırsa, başlayır üzülməyə. Pisdirsə, başlayır əksinə ürəyində sevməyə, görsən, mənsiz belə sürünür. Və yaxud da hər hansı bir münasibəti doğru alınmayıb, dəyər əskikliyi var, gəlib o dəyəri sizdən kompensasiya eləməyə çalışır. Yəni, nəticə etibarilə bütün münasibətin olmayan günahlarını da sizin üzərinizə neyniyir? Yüklüyür. Sizin öz günahlarınız ola bilər. Yəni, bu normaldır ki, hər kəsdə var. Onlar şişirdilir. Digər hansı ki, sizə məxsus deyir o günahlar, onlar da, necə deyirlər, sizin üzərinizə yüklənilir. Yəni, güya bu münasibətdə sən mənə keçən dəfə filan söz demişdin, ona görə aralaşdım. Hansısa qız sənə mesaj atdı, mən sənə inanmadım, ona görə səndən aralaşdım. Mən sənlə birlikdə olanda sən, nə bilim, filan kəsə dönüb bir mənalı baxmışdın deyə mən ona görə aralaşdım səndən. Yəni, bir sözlə xırda bəhanələrdən səbəb-nəticə əlaqələri qurub sizi, özünüzü
günahkar hiss elətdirirlər. Və nəticədə siz düşünürsünüz ki, yəqin ki, mənim özümdə nəsə bir problem var. Yəni, nəticə etibarilə belə xanımlar çətin anınızda yanınızda olmurlar. Belə xanımlarda empatiya duyğuları zəif olur, çıxarcı olurlar, yalancı olurlar, arxaca iş çevirən olurlar. Bir sözlə, əslində siz birlikdəsiz, amma ta daxillərdə hiss edirsiniz ki, hardasa bu münasibət deyil. Hardasa burada nələrsə doğru deyil. Onu hiss edirsiniz, lakin bunu qəbul eləmək istəmirsiniz. Yəni, xanımın necə xanım olduğunu bilmək istəyirsinizsə, əsas çətinlik vaxtlarında onların özlərini necə aparmaqlarına baxın. Diqqətinizə görə minnətdaram. Sağ olun.